Bismillahirrahmanirrahim. Əziz və dəyərli qardaş bacılarımız, çalışaqın ki, İmam Hüseyin Əleyhisselamın adına qurulan məclislərdə aktiv iştirak edək. Xüsusən məscidlərdə və ya Hüseyniyyələrdə və ya ev şəraitində hər hansı bir məclis qurulursa, gərək bu məclisləri boş qoymayaq, tərk eləməyək. Çünki bu məclisdə iştirak eləmək, yəni əzadarlıq məclislərində iştirak eləmək böyük savaba malikdir. Böyük bir əcr var. Əzadarlıq məclislərinin 14 sifəti var. Gəlin görək bu məclislərin hansı sifətləri var. Bir sayaq, agah olaq inşallah. Birincisi budur ki, Allahın müsəllasıdır. Yəni onun əhlinə Allahın salavatı nazil olur. İkinci budur ki, orada mələklər hazır olarlar. Üçüncü, Allah Rəsulunun və hidayət imamlarının duaları o məclis əhlinin halına şamil olar. Dördüncü, Həzrət Seyyid-i Şühədanın məhəbbət nəzəri ilə o məclisin əhlinə baxar. Beşinci, o həzrət onlarla söhbət edər. Belə məclis İmam Sadiq əleyhissalamın sevdiyi yerdir. Bu da 6-cı sifət. 7-ci, Ərəfat mislindədir. 8-ci, Məşarul Həram mislindədir. 9-cu, Hətim, yəni Kəbə ətrafında olan bir divarın hissəsidir. Deyir, Hətim mislindədir. 10-cu, Beytullahın təvaf məhəllidir. 11-ci, İmam Hüseyin əleyhissalamın qübbəsidir. 12-ci, atəşləri söndürər. 13-cü, həyat suyunun mənbəyidir. Və nəhayət, 14-cü sifət, elə bir məclislərin davamçısıdır ki, bu məclis, onun əvvəli, yaradılış sonu da məhşərdir. Əzizlər, gəlin bu məclislərdən ayrı düşməyək və dua eləyək ki, uca Allahımız bizi Peyğəmbər salavatullah və onun pak əhli beyti əleyhissalamdan və onların vilayətindən ayrı salmasın inşallah.